Herkese hoş gördük. Bugünkü mövzumuz kitapla bağlıdır. Kitap qiraətinin aktuallığıdır. İndiki durumda müasirliyin fövqündə kitap oxunması, kitabın əvvəlki klassik qaydadan yeni gerçəklərdə, yeni şərtlərdə, şəraitdə ona olan müamilədir. Kitabın oxunması, kitabla təmasın bugünüdür. Onun keçmişidir və bu doğrultuda fikirlərimizi bölüşəcəm və çalışacağım ki, daha maraqlı kitabla bağlı, kitabın hikməti ilə, kitabla dostluqla və bizim ölməz irsi, klassik kitab sevərlərin onların dünyasına girmək, onlarla bərabər o işıqlı, o maraqlı, həyəcanlı anları ekskursiya edib ortaya çıxarmaq və bərabər bu yolda davam edək. Öncə ondan başlayardım ki, Dahi Nizamimiz çox gözəl deyib, dünyada nə qədər kitab varsa da çalışıb, əlləşib, gətirdim ələ. Oxudum, sonra da vardım. Hər gizli xəzinədən bir dür qopardım. Bu misralar nə qədər bu verilişin adı ilə həmahəng səslənir. Əlbəttə ki, kitabın hikməti, kitabın qiyməti, kitaba verilən dəyər hamısı şərtidir. Orada elə bir cümlə var ki, elə bir hikmət var ki, elə bir mənəviyyat var ki, o qeyri-maddidir. Onu heç bir maddi dəyərlə ölçüyə sığa bilməz. Bu baxımdan bugün biz kitabı dəyərləndirərkən, kitab oxuyanları sevindirərək onu deyim ki, o ölməz irs, o ölməz dəyərlər, hansı ki kitabla bərabərlik, dostluq, kitab sevərlik özü bir həyəcandır. Onun adını çəkəndə insan qəlbən, ruhan sevinir. Niyə? Çünki kitabın özündə hikmətlər, kitabın özündə yazarla söhbət var. Biz bəzən izdiham içində yalnızıq, bəzən yalnızlığımızda böyük izdiham içindəyik. Əgər biz yazarın dünyasına girib, onun kitabları ilə biz keçmişə, dövrünə, dövranına, onun bəhs etdiyi mövzulara, əsərin qəhrəmanının müsbət, mənfi çalarlarda gedişatı, hərəkət dinamikasını onun izlərkən biz sanki keçmişdə o kitabla bərabər nəfəs alır və yaşayırıq. Nədir bu kitabın bugün oxunmasında zəiflikmi, bu ənənənin azalması mı, müasirliyin gətirdiyi negativlərmi? Hamısı təbii ki rol oynayır və biz bunları bu görüşümüzdə, bu verilişimizdə ətraflı şərh edəcəyik. Biz bu mövzunu dəyərləndirərkən onu öncə qeyd edim ki, kitablar var, oxunaqlıdır, səhifələri hikmətlidir, ziyalılar üçün açıq bir dəyərlər zənciridir. Kitablar var, eyni ilə də insan kimi oxunaqlıdır, kitablar var, o qədər də cazibəli deyil. Necə ki, insanlar da yazılmamış kitablardır. Kitabların haqqında yazılan hər bir şey insan həyatıdır. Maraqlı insanların örnək misal yaşantısıdır. Tarixdə buraxdığı izdir. Ona görə hər insanın da ömrü, həyatı necə ki, mənalı və maraqlı ya olur, ya olmur, oxunaqlı kitab misalında o da eyni əhəmiyyət kəsb etmiş olur. Biz burada bugün bərabər ekskursiya edərək kitab dünyasına onu deyərdik ki, kitabı oxumaq, kitabla rəftar etmək, kitaba yanaşma şəkilləri də fərqlidir. Biz bəzən elə bir qiraətlə mütaliəni bəlkə də çoxu mahiyyətinə dərindən varmır. Öncə gəl bunun bir açıqlamasını verək. Qiraət nədir? Mütaliə nədir? Qiraət səsli oxumaqdır və başqaları üçün sanki bir kitabı götürür oxuyursan və dinləyir sizi auditoriya. Amma mütaliə sakitcə oxumaqdır, onu dərk etməkdir. Bir quş misalı, yəni quş suyu necə içir? Quş içərkən suyu necə başını silkələyir, onları yerləşdirir. Onun metaforası eyni ilə də hikmətli kitabları biz səhifə-səhifə onun maraqlı məqamlarına altını cızaraq,
təkrar quş misalı oxuyur, onu idrak edirik, onu yerləşdiririk, onu əxz edirik, mənimsəyirik. Niyə? Çünki orada hikmətlər var. Hikmətlər qəzet kimi oxunmaz, jurnal kimi oxunmaz. Hikmətlər dərk edilməlidir, idrak edilməlidir və mənimsənilməlidir. Bu baxımdan biz mütaliə önə çəkirik, qiraəti isə səsli oxumağa şamil edirik. Və həqiqətdə də ikisinin də təfsirində biri elə ifadə edir, kitabla rəftarı, biri də belə dərindən. Yəni biz bu hər iki yanaşma kitab sevərlərin dünyasına xidmət edir və biz bu dünyada gəlin bərabər ekskurs edək, onun incəliklərinə varaq, oradan təəssüratlarımızı bölüşək və bu ölməz yolu, bu klassik yolu, necə ki biz onları müasiriyik bugün, kitab mahiyyətinin, kitab dünyasının əhəmiyyətini önə gətiririk, aktuallığını qeyd edirik, verilişi də ona əsr edirik. Ona görə də və biz onun keçmişini, bugününü, gələcəyini bu verilişdə çox dərindən əhatə etmiş olacaq. Qeyd etdiyim kimi, bütün müəlliflər maraqlı bir həyatı, yaşanmış, ibrətamiz və ötürüləcək tarixi mirası kitabda qeyd edir. Dünyasını dəyişir. Odur ki, Mövlanə demiş, arif odur, arxasında qoya bir əsər, əsəri olmayanın yerində yellər əsər. Yəni, əsər müəllifin həyatda buraxdığı izdir, qoyduğu dünyasıdır, düşüncəsidir. Biz o əsəri hansı tarixdə, hansı şərtlərdə, hansı ortamda ortaya gəldiyini müəllifi təqib edərək, kitabını oxuyaraq biz ondan nəfəs alırıq. Ondan o devrə ekskurs edirik. Onun dünyasını dərk etməyə çalışırıq. İllər, qərinələr, əsrlər ötsə də Nizami bir 1000 il bundan qabaq nə deyir? Qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Və elmin qüdrəti də o kitabların səhifələrindədir. Vərəqlənən hikmət dolu onun mahiyyətindədir, məğzindədir. Və odur ki, kitab həm də bir canlı təmasdır. Biz o təmasla, kitabla sanki biz yoldaşlıq edirik. Kitabı hətta əvvəllər oxuduqca biz onun səhifələrini belə ihmalca çevirirdik. Kitab qatlayanda, səhifəni əzəndə, kitab sevərlər bəzən də o hiddətlənirdi. Çünki kitaba verilən qiymət, onun səhifəsinin, onun yaşamasının, saxlanma şəraitinin, kitaba qulluğun da ayrıca yeri var. O baxımdan bugün o mütaliə və kitabla bugünkü reallıqlarda, informasiya əsrində, süni zəka devrində, 5-ci sənaye inqilabının gətirdiyi bu yeniliklərdə, bu həyatın yol ayrıcında kitabı biraz səngimə, kitaba yanaşmada biraz ögeylik, kitabı arxa plana keçməsi təbii ki, kitab sevərləri düşündürməyə bilməz. Odur ki, biz bugün eyni ilə kitabxananın özü, mənim bugün ən əhəmiyyət verdiyim, bəlkə də həyatımın ən dəyərli, tələbəliyimdən bəri özümlə daşıdığım bu kitablar hər birində əl izim, nəfəsim və onlarla gözümün nuru arxamda, yanımda, ətrafımda səs-səsə verib mən buradayam deyir. Çünki onlar mənim illərimin, zəhmətimin, gecələr yuxusuz qalıb, şam mum işığında, indi maşallah gür yanır, projektor altındayıq. Əvvəllər hətta ailə ilə bir şəraitdə yaşayırdıq ki, Türkiyədə həyatımdan bir epizodu deyərdim ki, biz bir otaqda ailəli yaşadığımız devirdə uşaqlar ailə yazsın deyə mən mum işığında, şam işığında olub yazıb pozmuşam və daha o kitabların nurunu öz gözümün nuru ilə yoğurmuşam. Və mən onlara o qədər bugün həyəcanla sanki danışmadan ötüşə bilmir. Bu durum özü də səs-səsə verib bizi keçmişə aparır. Mən bütün çıxışlarımda çalışıram ki, axıcılıq olsun, lakanik olsun, sadə olsun, dinləyicilərimi yormayım. Məhz kitab mövzusunda özüm də həyəcanla danışmalı oluram və mənim ən doğma bəlkə də həyatda yol yoldaşım, əqidə yoldaşım, o kitabların müəllifləri içində canlı izdiham içində özümü çox rahat hiss etdiyim bir məqamı vurğulayıram. Ona görə yenə də mən rejissorumuza, bu verilişi çəkən dostlara, onun komandasına öz təşəkkürümü bildirirəm ki, nə yaxşı onlar var, bizi bu kitabxanada təqdim edir, tərənnüm
təlim edir və biz də mütaliə və qiraətin doğrultusunda kitabla olan sevgimizi, kitaba olan bağlılığımızı ifadə edirik. Maraqlı bir sual ola bilər. Bu günlərdə hansı kitab oxumusan, mənə deyilə bilər. Bu qədər kitabı vəsf edirsən. Zaten stolun hər tərəf deyir ki, nə? Məni oxumusan, məni oxu və səs-səsə verir o bir qalanın sirrində ki, sən məni oxu, sirləri tap, hikmətlə irələ. Və mən ən son oxuduğum hörmətli filosofumuz Cəlaləddin Xəlilin Vəhdət, Aforizmlər, Hüseyn Cavidin həyatından bağlı əsərini və eyni zamanda onun hikmət, mənəviyyat dolu xəzinələrini özü ustad mənə təqdim etmişdi. Mən də onlar elə bir kitablardı. Fəlsəfə zaten səhifə-səhifə, vərəq-vərəq oxunaraq, dərk olunaraq yanaşıldığı üçün o kitabları belə mən stol üstü kitablar hesab edirəm. Necə ki, uşaqlığımızdan bu yana biz məktəbdə kitabı nə edərdik? Kitabxanaya gedər, kitabın içində qeyd hissəsi vardı. Alırdıq, oxuyurduq, yazırdıq. Kitabxana müdürləri, kitabxanaçılarımızla biz dostuyduq. Onlar da soruşurdu. Məktəb illərindən bizim kitabla təmasımızı tənzimləyirdilər ki, necə oxudun, neçə gün oxudun. Aldıq, verdik, içəridə qeydiyyat aparırdı, müddəti görürdü. Bəzən də biz onu bizi sınağa çəkir, deyirdi, necə oxudun, indi danış görək bu kitab nədən ibarətdir və məni apardı, ta uşaqlığıma çıxardı və həmin devirdən deyərdim ki, mənim stol üstü kitablarım qabusnamə olub. Mən hətta deyərdim, 58-ci il buraxılışını qabusnamənin oturub bir gecədə 96 vərəqli dəftərə köçürmüşəm. O qədər hikmətlərlə dolu bir nəsihətamiz kitabdır ki, adam onu sanki oxumurdu. Biz onu xətm edirsən, həzm edirsən və oxuduqca quş misali idrak edərək yerləşdirirsən. Sonra nə idi? Sədi Şirazinin Gülistan, Bustan əsərləri nə qədər hikmətamiz, ibrətamiz kitablardır, hamısı nəsihət dolu. Və onları oxuduqca insan daxilən nə qədər zənginləşmiş olur. Sonrası Nəsrəddin Tusinin Əxlaq-ı Nasiri. Kəllə dimləni oxuduqda mən deyərdim ki, ara gedir çıxırıq Hindistana xəfiyyələr kitabı saraydan götürmək üçün xüsusi göndərişlər, təlimatlarla bu kitabı Hind şahının xəzinəsindən götürüb gətirmə. Görün elm yolunda hansı məşəqqətlər yaşanıb, hikmətə nə qədər məftun olublar. O daxili vurğunluq, o mənəvi dəyərlərin işığında axtarışlar hər hökmdarın, hər devrin, hər qərinənin öz bir gerçəklərini ortaya qoymuş olur və biz də onlardan bugün o tarixə, o devrə bu məqamda ekskurs edərək o fikirlərimizi bölüşmüş oluruq. Ondan sonra təbii ki, kitabların içində biz Nizami Xəmsəsi əsərləri, o elə özü də, varlığı da bir hikmət xəzinəsidir. Nizamidən bu qədər də misralar gətirir, Nizamidən bu qədər sevincli olaraq bəşəri UNESCO-nun bugün qeyri-maddi hisslərin, dəyərlərin siyahısında birinci yerdə getməsi, humanitar, bəşərin və bəşəriyyətin bu dərinliklərində Nizaminin yer alması fövqəlbəşər bir dəyərdir və bizi o qədər qəlbən sevindirir ki, bizim Nizamimiz var. Arxasınca Füzulimiz gəlir, Xəqanimiz gəlir. Füzuli demişkən deyir ki, Mirvari həqiqətən də o əsərlərə, dərinliklər, onun daşıdığı yükə o sədəf kimi, mirvari kimi həmişə elə yanaşmalar sərgiləyib elmlə, ədəblə, tapılar şərəf. Mirvari olmasa nəyə gərək sədəf? Deyəm, Füzuli mirvariləri zaten söz inciləri ilə Allah sevgisinə qədər ucalacaq, sufi düşüncəsini yaşadacaq dahilərimizdəndir. Bu yaxınlarda bir maraqlı bir epizod da deyim. Füzulinin Leyli Məcnunu ilə, Nizaminin Leyli Məcnun ədəbiyyat müəllimlərimizlə və bu sahənin insanları ilə müzakirə edəndə Nizami yazmışkən Leyli Məcnunu, Füzuli nədən yazdı, onun oxşar fərqli cəhətlərini lirik, epik janrlarda yazılması, birinin ki, həqiqətdə reallıqları, devrinin epizodları ilə dolu məqamları işıqlandırmaqda, Füzulidə artıq metafora, Allah sevgisi, onun o Leyli Məcnunu şərti və o ecazkar eşqi və məhəbbəti Allaha
sevgi ilə bağladığı, daha da dərinləşdirərək yazması bir-birini nə qədər mükəmməl tamamlayır. Və bunlar bizim mütaliələrimizi zənginləşdirərək bugünkü dil qabiliyyətimizi, natiqliyimizin, ifadəliliyimizin, söz xiridarlığının, arifanə sətiraltı mənaların məna yükünü bunlar bu mütaliə gücündən aldığımız dəyərlərdir. Onlar bizim üçüncü gözümüzün açılmasına xidmət edən, əvvəlki verilişlərimizdə bəhs etdiyimiz bəsirət gözümüzü açır. Çünki kitabla təmas dərindən bizə o qədər dərya dalma kimidir. Oradan bir damla da olsa götürdüyümüz o nəticə, o ibrət, o hikmət bizi bənna sayağı qurur. Sonradan biz təcrübə ilə onu yoğuraraq sementlə artıq biz özümüzü memarlığını həyata keçirmiş oluruq. Biz özümüzü qurmuş, hər kəs özünün memarıdır. Və bu baxımdan kitab dünyasından belə zəngin fikirlər, kitab dünyasına bu sevgi və bizim bu empatimiz əbəs yerə deyil. Çünki onlar bizim gecəmizin, onlar bizim həyatımızın hər zaman rəfaqət etdiyi ayrılmaz yol yoldaşlarımızdır. Onlarla biz tarixə getdik, tarixdən gəldik. Bugün də yeni kitablarla, yeni əsərlərlə yenə təmas qururuq, canlı bağ qururuq və deyərdim ki, onların bugün səngiməsində internetin rolu və müasirliyin gətirdiyi gerçəklər. Bunu da istərdim şərh edəm və obyektivliyini qeyd edəm. Nədən? Çünki kitabın oxuma və yeni nəslin formalaşması, X, Y, Z nəsli bugün dediyimiz kimi 45-dən 64-ə qədər, Y nəsli, X nəsli 65-dən 77-yə qədər, 77-dən 96-97-yə qədər Z nəsli, sonrası alfa nəsli, bunlar bu adını şərti qoyublar. Bu nəsillər hər biri artıq bu müasirliyin içində internetin, yeniliklərin, informasiya bolluğunun içindədirlər. Ona görə artıq smartfonlar, ağıllı qurğular, ağıllı cihazlar, planşetlər, notebooklar, tabletlər hamısı informasiyanı gətirib rahatlayıb. O rahatlığın gətirdiyi bir növ tənbəllik canlı kitabdan bizi uzaq salıb. İndi əldə etdikləri zaman mühəndisliyi, zaman idarə olunması termin ortaya çıxıb. Çünki bugün zaman ən böyük dəyərdir. Vaxtımızı nəyə sərf ediriksə, o bizim üçün dəyərlidir. Ona görə də vaxt qabusnamədə yenə istinad etsək, 1-24 saat bir gündür. 3-8-ə bölüb, 8 istirahət, 8 mütaliə, 8 çalışmaq, 8-də özün həyatına, 3-8-də həyat fəaliyyəti canlanır. O 8-in vaxtından bu 8-ə keçmək olmaz. Edərsənsə rejim axsayacaq. Yəni o qədər hikmətlər var ki, şərqin incəliyində, şərq zaten incəlik deməkdir. Şərq bir dərinlik deməkdir. O dərinliyə varmaq, dalmaq, oradan nəsibimizi almaq. O dəryada biz də bir damla götürdük demək. Ömrümüzü belə də şəkilləndirmək, rövnəq verərək dərinləşdirmə, mütaliə gücü ilə özümüzü yoğurma, bənna sayağı memarlığımızı qurma və yona sondan geridən heykəltaraş kimi baxmaq ki, biz özümüzü yaratdıq, özümüzü inşa etdik, özümüzün memarıyıq. Təşəkkür edərik ki, bu kitablar buna mühüm tövbələr verib. Bu kitabların əhatəsində biz özümüzü çox rahat hiss edirik. Yaşlı nəsil, klassik düşüncə bugün kitabın yeni aktuallığını qoruyur, saxlayır. Göz bəbəyi kimi kitabdan ayrı düşmə, təcrid olunma kimidir. Bəzən təcriddə kitabla bir möhtəşəm bir dünya ekskurs etmək kimidir. Ona görə də mən inanıram ki, müasirliyin, internet əsrinin gətirdiyi bu reallıqlar da danılmazdır. Elektron şəkildə artıq biz onları əldə edirik. Yer, göy, bütün kitabxanalar, ensiklopediyalar hamısı elektron formatlara keçdi. Daha sən əldə olunur. Biz onları emal eləməklə məşğuluq. Artıq böyük informasiya seli, məlumat axınının altındayıq. Bunlar bizə mən emal et, mən oxu, məni öyrən deyə üstümüzə
elə bir böyük bir izdiham kimi yürüşdədir və biz də onlarla rəftarda vaxt menecmentini tətbiq etməkdəyik. Bu yolda hər kəsə mən öz təşəkkürlərimi bildirirəm. İnanıram ki, kitabın gücü danılmazdır, kitabın hikməti ortadadır. Əgər kitab oxumayan bir baş deyil, başa bir yükdür, bədənə bir yükdür, əlavə bir cisimdir, hansı ki o öz məziyyətlərini, öz fonksiyonallığını yerinə yetirmir anlamında. Odur ki, bir daha kitab oxuyanlara bu verilişi həsr edirəm. Kitab oxuyanların işığında dünya qaranlıqdan xilas olacaq. Necə ki, qaranlıqdan işıq görünür, işıqdan isə qaranlıq görünmür. Hər zaman işıq kitabdır, kitablardır. Qaranlığa aydınlaşdıracaq. Aydınlıq içində qara gürhuluq, cəhalət, mövhumat get-gedə müqəddəs Quranımızda deyildiyi kimi alimin mürəkkəbi ilə dərk olunacaq. Yaradana gediş, Yaradanın yolu, Yaradanın dərki alimin mürəkkəbi iləndir və bu yolda kitabın rolu danılmazdır. Nə qədər müasir yol olsun, nə qədər süni zəka olur olsun, onlar da insanın təbii ağlının komandası altında onun rəhbərliyi ilə idarə olunacaq, manipulyasiya olunacaq. İnanıram, istər 5, istər 6 növbəti mərhələlərdə yeniliklər, inkişaf, texniki tərəqqi, təkamül hamısı insan ağlının məhsuludur və onların da cövhəri kitabdır və nəticədə bir daha da mən kitablarla bağlı deyərdim ki, zəkadır qaranlığı aydınlandıran, işıqlandıran, ziyadır zəkiyə çıraq yandıran. Və bu yolda çırağımız gür olsun, kitab sevərlərə ərmağan olsun bu veriliş. İnanıram ki, mənim bu bəlağətli nitqim, sətraltı ifadələrim öz metaforası ilə öz sözünü deyəcək və Bektaşinin bir fikri ilə deyərdim ki, hərarət nardadır, sacda deyildi, kəramət başdadır, tacda deyildi, nə ararsan ara, özündə ara, Məkkədə, Qüdsdə, həcdə deyildi. İnsan Allahın yaratdığı ən möhtəşəm qüdrətdir, canlıdır, yaradılışın şah əsəridir. O da bu kitabları qoyub miras, həyatla vidalaşır, özünün arxasında əsərini qoyur. O əsər zaman keçdikcə o adamın kimliyini, aldığı nəfəsi, yaşadığı anı, dövrünü, devranını, şərtləri ortaya qoymuş olur. Oxuyan, kitab sevərlər, mütaliə gücü olan bütün auditoriya səslənirəm. Bu yolda hamınıza uğurlar arzulayıram. Bu verilişin ərsə çatmasında zəhmət olan dostlarıma yenə də öz təşəkkürümü bildirirəm. Başda da Ayhan balamız olmaqla inanıram ki, onun bu könül qoyduğu və məni də səmimi mənada ruhlandıran bu çəkilişlərimizlə daha da töhfələr verəcək, bəhrəli olacaq, yeni nəsil üçün ərmağan olacaq, onlar da bundan öz nəsibini alacaq. Var olun, sağ olun, diqqətinizə görə təşəkkür edirəm.